الحمد لله الذي لا يبلغ مدحته القائلون ولا يحصى نعماءه العاطون ولا يؤدي حقه المجتهدون الذي لا يدركه بعد الهمم ولا يناله غوص الفتن ثم الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين المنتخبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد فبسم الله وبالله ثم بذكر ولي الله. اللهم كن لوليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا قائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك وتمتعه فيها طويلا وهب لنا رأفته ورحمته ودعاءه وخيره. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Möhtərəm əziz möminlər, nurani insanlar, hər birinizin tək-təklinin adından Həzrəti Bəqiyyətullahil Əzəm İmam Mehdi sahibə zaman Əcəlallahu Teala fərəcəhu şərifə göz aydınlığı ərz edirəm. Allahdan istəyirəm Həzrəti Höccətin nazənin qəlbini, dərdli qəlbini qəmdən, kədərdən, qüssədən azad eləsin inşallah Teala. Və saniyən hər birinizin bu səadətli gecə ilə əlaqədar olaraq bayramlarını təbrik edirəm. Allah sizə gələn günlərinizi xeyrə çevirsin inşallah. Allah hər birinizə, tək-tək üzrə çox-çox nurani ömür, bərəkətli günlər, səadətli həyat, dünya və axirətin səadətin təmin edən xüsusiyyətlər nəsib eləsin inşallah. Allah möminə xanımlar da gəliblər, əlhəmdülillah, söhbətə qulaq asmağa, danışmayacaqlar, qulaq asacaqlar. Allah onları da salamat eləsin inşallah Teala. Vilayət və imamət səmasının 8-ci parlaq ulduzu Həzrəti İmam Əbu'l-Həsən Əli ibn Musa Rıza əleyhissalatu vəssalam Zilqədə ayının 11-i Hicri 148-ci il Mədinə şəhərində dünyaya qədəm qoyub və dünyanı öz nuru ilə doldurub. Onun məqam və fəzilətləri o qədər çoxdur ki, saylar qarşısında acizdir. Kəramətləri o qədər çoxdur ki, müxaliflər belə onu iqrar edirlər. İman, əxlaq, təqva və elmini düşmənləri də etiraf edirlər. Məmun onun barədə çox bəktəncəz bilməm mən nə deyirəm. Məmun onun barədə deyir ki, o elm və ibadətdə yer əhlinin ən öndə gedənidir. Bu imam o şəxsdir ki, Məmunun təşkil etdiyi alimlər məclisini heyrətdə qoyub, hansı ki, Məmun o məclisi imamı rüsvay etməkdən ötürü təşkil eləmişdi, qurmuşdu. Belə düşünmüşdü ki, İmam Rıza əleyhissalatu vəssalam bu alimlərin suallarının, sözlərinin, bəyanlarının qarşısında aciz olub rüsvay olacaq. Lakin İmam əleyhissalatu vəssalam böyük Məsihi alimi, Casliqi, Yəhudi alimi İmran Sabeini qarşısında taqətsiz və çarəsiz qoymuşdu. Öz ruzigarının yeki olan bu imam quraqlıq zamanında Mərvdə yağış namazına qalxdı. Elə bir yağış yağdı ki, qurumuş çöllərin hamısı sirab oldu və çayların məcrasına sel gəldi. Süleyman ibn Həfs Əl-Mərvəzidən rəvayət olunub İmam Kazım əleyhissalam oğlu Əliyə
Rıza deyərdi. Məsələn, oğlum Rızanı çağırın, oğlum Rızaya dedim, oğlum Rıza mənə dedi şəklində xitab edərdi. Amma özü İmam Rıza əleyhissalatu vesselama səsləndikdə isə ey Əbul Həsən deyə xitab edərdi. İmam Rıza əleyhissalatu vesselamın anası haqqında, Nəcmə xatun salamullahi əleyha haqqında bir neçə məsələ ərz edeyim sizin huzurunuza ki, Əli İbn Meysəm nəql edir. Əcəmin ən böyük şərəf sahiblərindən olan İmam Musa Kazım əleyhissalamın anası Həmidə Musəffa. Bu Həmidə xanım çox kəramət və şərafət sahibi bir xanımdır. İmam Musa Kazım əleyhissalamın anasıdır. Hətta İmam Sadiq əleyhissalatu vesselam dünyasını dəyişməmişdən qabaq bir iş gördü. Çünki Mənsur Dəvaniqi demişdi ki, bu İmam Cəfər Sadiq əleyhissalam yerinə kimi vəsiyyət eləsə, o adamı dərhal qətlə yetirin. O adamı dərhal qətlə yetirin, çünki ondan sonraki imam odur. İmam Əli əleyhissalam bir dənə sözü var, Muaviyyəyə demişdi. Demişdi ki, siyasət lazım olsa elə siyasət eləyərəm ki, sən məhv nabud olarsan, mən siyasətin dahisi olam. Amma siyasət haramdır, mən bu işi görmürəm. Muaviyyəyə demişdi. İndi bunlar da siyasət işlədirlər ki, bir iş görsünlər ki, imamın siyasətin qabağında dayana bilməzlər ki, düzdür. Demişdi, Cəfər Sadiq əleyhissalam kimi öz yerinə xəlifə təyin eləsə, onu dərhal öldürün ki, ondan sonra imam odur. İmam Cəfər Sadiq əleyhissalam nə eləmişdi? 5 nəfərin adını yazmışdı öz yerinə xəlifə. Təsəvvür biri Mənsur Dəvaniqi idi. Biri Mənsurun Mədinədəki valisi Abdullah idi. Biri İmam Musa Kazım əleyhissalam idi, biri də Həmidə xatun idi. İmam Musa Kazım əleyhissalatu vesselam öz xanımını xəlifə təyin etdi. Əlbəttə bu bir siyasət idi. 5-cinin adını yadımdan çıxır. Və bu xanım diqqətli oluruz. Demək İmam Musa Kazım əleyhissalamın anası Həmidə Musəffa Tuktəm adında bir cariyə aldı. Xanım Nəcmənin əsl adı Tuktəmdir. Tuktəm ağıl, din və xanımına hörməti baxımından digər qadınlardan fərqlənirdi. Ədəbindən onu aldığı gündən bəri Həmidənin qarşısında bir dəfə oturmayıb. Ona görə Həmidə Musəffa oğlu İmam Kazım əleyhissalama dedi, oğlum Tuktəmdən daha üstün birini görmədim. Şübhəsiz əgər ondan bir nəsil dünyaya gəlsə, Allah o nəsli pak edər. Onu sənə hədiyyə edirəm, ona yaxşı davran. Yəni bu xanımla evlən. İmam Rıza əleyhissalamın anası. İndi bu alınma qəziyyəsinə baxın ki, İmam Musa Kazım əleyhissalam gedib bunu almağa əsir olub da, cariyə olub. Alıb, gətirsin anası üçün. Demək, Tuktəm, yəni Nəcmə xatun qul bazarında satılıb və İmam Kazım əleyhissalatu vesselam onu anası üçün alıb. Hişam İbn Əhməd nəql edir. Diqqətiniz məndədir. İmam Kazım əleyhissalam mənə belə buyurdu. Məğrib əhlindən bura gələn bir şəxsi tanıyırsan, Məğrib yəni Mərakeş. Mərakeşdən bura gələn birini tanıyırsan, dedim xeyr, buyurdu qızıl telli biri gəlmiş, gəl birlikdə onun yanına gedək. Miniyə minərək birlikdə onun yanına getdik. O Məğrib əhlindən idi. Yanında çox sayda kölə var idi. Yəni həm qul, həm də cariyə, kəniz. İmam ona kölələri bizə göstər deyə buyurdu. O 9 nəfər cariyəni İmam əleyhissalama göstərdi. İmam əleyhissalam onların hər birini gördükcə buna ehtiyacım yoxdur deyirdi. Digərlərini göstər buyurunca şəxs bunlardan başqası yoxdur deyə cavab verdi. İmam əleyhissalam var dedi. Yəni bu 9 nəfərdən də başqası var. O şəxs and içərək yalnız xəstə bir nökər var dedi. İmam əleyhissalam ona göstərməyin nə qorxusu var buyurdu. Amma o göstərməkdən çəkindi. Daha sonra İmam əleyhissalam geriyə döndü və sabahsı gün məni o adamın arxasınca göndərərək belə buyurdu. Ona de ki, cariyə üçün istədiyi məbləği son qiymət nədir desin, verəcəyik. Filan qədərdir desə, de ki, qəbul edirəm və onu alıram. O cariyəni alıram. Hişam deyir, adamın yanına getdim və o filan qiymətdən aşağı olmaz deyincə, mən qəbul etdim, al, bu da pulun dedim. O da bu cariyə sənin malındır artıq, amma de görüm, dünən səninlə gələn o şəxs kim idi? Dedi, mən də dedim ki, o Bəni Haşimdəndir. O Bəni Haşimin hansı qolundandır deyə sual verdi. Diqqət edin, xahiş edirəm. Mən də dedim ki, o onların böyüklərindəndir.
O şəxs biraz daha şərh et dedi. Daha da açıqlama ver. Mən dedim ki, bundan artığını bilmirəm. O qayıtdı mənə dedi ki, belə isə mən bu xidmətçi barədə sənə biraz məlumat verim dedi. Mən bu nökəri Məğribin ən uzaq şəhərlərinin birindən almışam. Əhli kitabdan olan bir qadın məni görüb belə dedi. Bu nökərin sənin yanında nə işi var? Mən özüm üçün almışam dedim. Özüm üçün almışam dedim. Qadın mənə dedi ki, bu nökərin sənin kimi birinin yanında olması doğru deyil. O yer üzündəki ən xeyirli adamın yanında yaşamalıdır. Ən xeyirli adamın yanında yaşamalıdır. Qısa bir müddət ərzində onun evində bu qadın elə bir uşaq dünyaya gətirəcək ki, şərq və qərb aləmi onun qarşısında boyun əymək məcburiyyətində qalacaq. Yəni, həmin uləma-i şərq və qərb, Yahudi, Məsihi, bütün alimlər. İmam Kazım əleyhissalamın anası Həmidə Nəcməni aldıqda belə deyirdi. Gecə yuxuda Rəsulullahı gördüm və mənə buyurdu. Həmidə, Nəcməni oğlun Musaya bağışla. Musaya Kazım əleyhissalam bağışla. Çünki ondan yer üzünün ən xeyirli insanı dünyaya gələcək. Nəcmə İmam Rıza əleyhissalamı dünyaya gətirdikdən sonra İmam Kazım əleyhissalam ona Tahirə adını verdi. Sənət demirəm, çünki o gün Əxbar Rıza qabağımdadır. Oradan oxuyub sizin qulluğunuza çatdırıram bu məsələləri. Bir salavat deyək Peyğəmbərə. Əhl-i Beyt əleyhimussalamın hamısını biri də ola bilməz. Nəsəbində, atalarında, analarında zərrə qədər namünasib şey ola bilməz. Yəni, nəsəbləri də paşdılar. Siz yəqin ki, elə belə fikir vermişsiniz. Bütün ziyarətnamələri oxuyanda o cür ata-babalarla salamla başlayırsan. Əssalamu aleykə yəbnə Rəsulillah, Əssalamu aleykə yəbnə Əmirəl Müminin, Əssalamu aleykə yəbnə Fatimətə Zəhra, məsələn, Əssalamu aleykə ya Əba Əbdillal Hüseyn. Yəni, bunlar hamısı onu göstərməkdən ötürdür ki, sizin nəslinizdə kim var, bizdə kim var. Yəni, bunlar mühüm məsələlərdir. Ki, bu nəsəbə diqqət edəsən ki, onun anası ki, Həzrəti Məsumə salamullah əleyha da həmin xanımdandır. Yəni, İmam Rıza əleyhissalamla Xanım Məsumə salamullah əleyha ikisi bacı qardaş, bir ata bir anadandılar ki, digər bacı qardaşlar başqa qadınlardandılar. Demək, imamın dəlilləri mövzusunda bir məsələyə toxunmaq istəyirəm ki, imamın dəlili olsun gərək. Neçə dəlili var? Bunları bilirsiniz ki, imamın dəlilləri onun elmidir, təqvasıdır, əxlaqıdır, imanıdır, qüdrətidir. Və dəlillərindən biri də budur ki, özündən qabaq ki, imam və ya bir neçə qabaq imam və ya peyğəmbər onun haqqında nəsə desin. Bu dəlil hesab olunur. İmamın dəlili sayılır. İmam Rıza əleyhissalatu vəssalamdan çox maraqlıdır ki, peyğəmbərdən də hədis var. Bilirsiniz də, peyğəmbər buyurur ki, mən bədənimin bir hissəsi Tuzda dəfn olunacaq. Hər kəs onu ziyarət eləsə, elə bir ki, 90 və ya başqa hədislərdə var, 1000 həcci ziyarət etmiş kimidir. Onu ziyarət eləməsi barədə. Eyni zamanda İmam Əli əleyhissalatu vəssalamdan hədis var. Həmçinin İmam Cəfər Sadiq əleyhissalamdan, İmam Musa Kazım əleyhissalamdan onun imamətinə aid hədis var. Birini ərz edirəm sizə, yenə o yön Əxbar Rızadadır. Yezid ibn Səd Zeydi deyir, mən və yol yoldaşlarım Məkkə yolunda İmam Sadiq əleyhissalamla qarşılaşdıq. İmama dedim, anam, atam sizə fəda olsun. Siz və əcdadınız pak imamlarsınız. Ölümdən kimsə qaçıb xilas ola bilməz. Yəni, birdən ölərəm, sizdən sonra imam kimdir, mən bunu bilim. O halda mənə özünüzdən sonraki imam haqqında bir şey söyləyin ki, özümdən sonrakılara, övlad və qohumlarıma söyləyim. İmam əleyhissalam cavab olaraq mənə belə buyurdu. Bəli, bunlar mənim övladlarımdır. O isə İmam Rıza əleyhissalama işarə edərək hamısından üstündür, dedi. Əlbəttə, İmam Hüseyin Kazım əleyhissalam orada olmayıb. O elm, hökm, hikmət, anlayış və cömərtlik sahibidir. Xalqın dini məsələlər haqqında ixtilafa düşdüklərini çox yaxşı bilir. Onda gözəl əxlaq, yaxşı qonşuluq xasiyyəti vardır. O Allahın qapılarından bir qapıdır və onda bunların hamısından daha üstün olan başqa bir xüsusiyyət vardır. Dedim, atam, anam sizə və o imama fəda olsun. O xüsusiyyət nədir? İmam əleyhissalam buyurdu, Allah əzzə və cəllə bu ümmətin köməkçisini, fəryada qaçanını, bayrağını, nurunu, anlayış, hökm və hikmət sahibini,
ən yaxşı doğulmuşu, ən yaxşı gənci ondan dünyaya gətirəcək. Çünki ixtilaf əmələ gələcəkdir axı. İmam Rıza əleyhissalatu vesselam ki, oğlu olmurdu və digər məzhəblər artıq ortalığa çıxırdı. Vaqifiyyə məzhəbi çıxmışdı ortalığa. Dedilər ki, İmam Rıza imam olsaydı bunun oğlu olardı. Çünki o imamət 12 imamla davam eləməli idi və problem yaratmışlar əməlli başlı. Bəni Haşimin də bəzi ağsaqqalları buna düşmüşdülər. Yəni bu şübhəyə düşmüşdülər. İndi siz təsəvvür edin, Peyğəmbərdən hədis var, məşhur hədis var ki, xəlifələr hamısı Qureyşdəndir, 12 nəfərdir. Bunu hamı bilir. İndi İmam Rıza əleyhissalam 40 yaşı olub, hələ uşağı yoxdur. Hələ övladı yoxdur. Əgər bu 8-ci imamdırsa, gərək bundan sonra 9-cu imam gəlsin. Bunun da övladı yoxdur. Yaşı keçib, böyük bir dənə problem yaratdılar. Saldılar cəmaatın dilinə ki, bu imam deyil. Vaqifiyyə cərəyanı. İmam Hüseyin Kazım əleyhissalama qədər qəbul elədilər. İmam Hüseyin Kazım əleyhissalamdan sonra qəbul eləmədilər. Mübarək Mövlud adlanır İmam Muhammed Təqi əleyhissalam. İmam o dünyaya gəldikdən sonra o problemlər aradan qalxdı. Necə aradan qalxdı? Əlbəttə o şək şübhə salanlar, şeytanlar dayanmaz ki, bekar. Dedilər ki, bu onun öz uşağı deyil. Öz oğlu deyil dedilər. Bunu hardansa götürüb alladır ki, arizən bir huzur. Bu mənim oğlumdur deyir. İmam neynədir? İmam əleyhissalatu vesselam dedi ki, fizyonomistləri çağırın, qiyafəşünasları çağırın. Mən də gedib yanacam bir qıraqda. Ondan sonra gəlsinlər, onlar desinlər, bu mənim oğlumdur yoxsa yox. Bir kəlmədə danışmayacağım, qıraqda deyəcəm. Bütün Bəni Haşimin böyükləri, ağsaqqalları yığışdılar. Bir yerdə İmam Cavad əleyhissalam, İmam Muhammed Təqini yəni götürdülər qucaqlarına, qulaq asırsınız. Götürdülər qucaqlarına. İmam da ayaqlarına yapışan bir şey giyindi. Üstündə də bir dənə yun əba atdı. Şalvar giyindi, ayağına yapışan. Getdi, başladı bağda işləməyə. Bağbanlıq edir. Bu evin bağbanıdır. Qiyafəşünaslar gəldilər, fizyonomistlər gəldilər, 3 nəfər. Oturdular yuxarı başda. Bu Bəni Haşimin böyükləri dedilər ki, siz baxın bu uşağa, görün bu uşaq burada oturanlardan hansınındır. Qiyafəşünaslar biraz baxdılar, ora baxdılar, buna baxdılar, ona baxdılar. Və üçü də qərarı aldılar. Dedilər ki, bu uşaq burada oturanlardan heç bir uşağı deyil. Bu uşaq da o güllərin yanında dayanan şəxsin övladıdır. Hardan deyirsiniz? Cavab budur ki, oğlan uşağı atasına mütləq ayağından oxşamalıdır, baldırlarından mütləq oxşamalıdır. Və bu uşağın baldırları ilə o ağacların yanında bağbanlıq edən şəxsin ayaqları eynidir, baldırları. Yəni, eyni formadadır. Və bununla da o vaqifiyyə cərəyanı, onun söhbəti çox uzundur. İmam Muhammed Təqi əleyhissalamın mövzudunda danışalım. O vaqifiyyə cərəyanı tamamilə çürüdü, məhv olubdu, getdi aradan. Aradan getdi ki, nə qədər böhtanlar atmışlar. Kimin vasitəsi ilə? İmam Cavad əleyhissalamın dünyaya gəlməsinin vasitəsi ilə. Ona görə o bir dənə imamdır ki, ona mübarək mövlud deyirlər, bərəkətli mövlud. O da İmam Cavad əleyhissalamdır ki, onun gəlişi ilə bütün o çaşqınlıqlar aradan qalxdı. İmam Sadiq əleyhissalam da bu hədisdə ona işarə elədi. Yoruldunuz? Salavat deyə elə Peyğəmbərə. Allahümmə səllə əla. Bayram deyə yorulma. Belə biz nə deyirlər ona? Qəşəng abu havada ol, nikbil. Bəli. Və İmam Cavad əleyhissalam Kərbəlayı demək istəyir ki, İmam Cavad əleyhissalatü vesselam dünyaya gəldikdən sonra onu böyütdü, saxladı kim? Həkimə Xatun salamullahi aleyha ki, Bakımızın əzizəsidir. Çünki İmam Cavad əleyhissalam dünyaya gəldikdən çox az müddətdən sonra Mərvə getdi. Yəni Məmun təkidi ilə onu apardı Mərvə. 8 yaşına qədər Həkimə Xatun salamullahi aleyhanın evində, qucağında böyüdü. Onu saxladı, qulluğunda dayandı. Və bu özü də məqam tələb edir ki, imamın qulluğunda dayanasan. Və bunu da əlavə edeyim sizin üçün ki, qabiləsi də Həkimə xanım olub. Qabilə yəni uşaq dünyaya gəldikdə onu qabilə ay sağ ol. Dayım deyə ifadəni səsləndirmirəm. Mamaça yaxşı. Onu qəbul eləyən, uşağı qəbul eləyən. İndi bu sözü deyərsən ki, nə var burada ki, qabilə olub, mamaçı olub? Cavab var burada. Məsum şəxsin təvəllüdünü gərəkdir elə bir şəxs yerinə yetirsin ki, pak olsun, tərtəmiz olsun. Əlinin toxunması ilə. Ona görə bizim hədislər deyib, laya belə deyir, söz açırsınız, mən danışdım, axşam gecə bir aləm olacaq. Bayır axşam olacaq, tutarmayacağım mən. Hədislərdə var, uşağın qabiləsi, mamaçası seçəndə diqqətli olmaq lazımdır ki, indi də seçə bilmirik, çünki həkimlər edir. O vaxt elə deyildi də, onun toxunmağı ilə xasiyyəti ötürü hədis var.
xasiyyətin ötürür uşağa. Öz xasiyyətini ilk toxunuşda ötürür. Hətta qorxaqlıq xüsusiyyəti falan belə şeylər olsa, deyirlər ki, uşaqda qorxaqlıq xüsusiyyəti ola bilər. Xanım Fatimə Zəhra salamullahi əleyha dünyaya gələndə Həzrəti Peyğəmbər istədi qalxsın, getsin, kimisə çağırsın, Xədicə xanıma kömək eləməyə. Hatifdən səs gəldi, getmə. Getmə, onun üçün gələcək Sara, Məryəm, onun üçün gələcək məsələn Həvva, bunlar gələcəklər, Asiya gələcəklər. Eyni hal Əli Rəssalamda da baş verdi. Fatimə bintü Əsəd Əli Rəssalamı dünyaya gətirmək istəyəndə Həzrət Əbu Talib getdi bir qadın gətirsin, Hatifdən səs gəldi, geri qayıt. Sən istəyirsən müşrikin əli dəysin onu dünyaya gətirməsinə. Bu səslə geri qayıtdı Həzrət Əbu Talib və o xanımlar təzədən təşrif gətirdilər cənnətdən. Fatimə bintü Əsədə kömək elədilər Əli Rəssalamın dünyaya gəlməsinə. Bir dənə uzun hədis oxuyacağam. Hazırlaşın salavatla. Allahümmə salli ala Muhammed. Bəzi sözləri yavaş demək hər vaxt məsləhətə müvafiqdir. Salih ibn Əqəbə Cəfər ibn Muhamməddən nəql edir. Əbu Bəkir öldükdə Ömər xəlifəliyini elan elədi. Məscidə qayıdıb oturdu. Gəldi oturdu məsciddə. Bu zaman onun yanına bir kişi daxil olub dedi: "Mən bunu danışıram imamətin dəlillərinə görə." Yəni imamətin dəlili olur. Hər şeyi bilmək dəlili, bildiniz necə? Demək, bu kişi gəldi, daxil oldu. Təbii çox ehtimal başqa nüsxələrdə də Yəhudi olduğunu bildirilir. Gəldi, Ömər mənbərdədir, məsciddədir, bu gəldi, dedi: "Ey əmir, mən Yəhudiyəm və onların ən elmlisiyəm. İstəyirəm ki, bəzi məsələlər barəsində soruşum. Əgər cavab alsam, İslamı qəbul edəcəyəm." Ömər dedi: "Sualların nədən ibarətdir?" Çox da bir yerə soruşur da. Dedi, diqqət buyurunuz, dedi 3 və 1-dir. 3 və 1-dir. Əgər istəyirsənsə özün cavab ver, yox əgər aranızda daha elmlisi varsa onun yanına məni göndər. Ömər Əli əleyhissalama işarə edərək dedi: "O gəncin yanına get." Yəhudi Əli əleyhissalamın yanına getdi və həmin sualı ona verdi. Əli əleyhissalam buyurdu: "Nə üçün 3 və 1 deyib cəmində 7 demirsən? Cəmində 7 demirsən?" Kişi dedi: "Mən cahiləm, 3-dən artığını saya bilmirəm." İmam əleyhissalam buyurdu: "Əgər cavab versən müsəlman olacaqsan?" Yəhudi dedi: "Bəli." İmam əleyhissalam buyurdu: "Soruş." Yəhudi dedi: "Yer üzərinə qoyulmuş ilk daş, qaynayan ilk bulaq və yetişən ilk ağac barəsində səndən xəbər almaq istəyirəm." İmam əleyhissalam buyurdu: "Ey Yəhudi, siz özünüz bunun Beytül-Müqəddəsdəki daş olduğunu söyləyirsiniz. Lakin yalan deyirsiniz. Yer üzündəki ilk daş Adəmlə cənnətdən enən daşdır." Hansı daşdır o? Kəbə yox da. Qara daş. Həcərul Əsvəd. Baba da Kəbəni göndərməyib Adəmin dalıcı. Salavat nə peyğəmbər. Allahümmə salli ala Muhammed. Soxub gedirək ki, kəlmə gedir. Heyecandan bayramdır, gülürəm. Yəni, bilirəm ki, acıqla gəlmir. Yəhudi dedi: "Düz buyurdun. Allaha and olsun ki, Musanın imlası və Harunun xətti ilə də belə yazılıb. Baxmayan ki, Yəhudilər deyirlər Beytül-Müqəddəsdir." İmam əleyhissalatu vəssalam buyurdu: "Yenə də siz yer üzündə qaynayan ilk bulağın Beytül-Müqəddəsdəki çeşmə olduğunu deyirsiniz. Daha hər şeyi Beytül-Müqəddəsə aparıblar. Lakin yalan deyirsiniz. Çünki yer üzündə qaynayan ilk bulaq Yuşa ibn Nunun qusul aldığı, Xızrın su içdiyi həyat çeşməsidir. Ondan içən kəs diri qalar, ölməz." Ona görə Xızır diridir. Yadınıza gəlir də İmam Zaman məclisində danışmışam. Ki, Həzrəti Xızır o suyu tapdı, 2 nəfər axtarırdılar. Birinci kim idi? Həzrəti Hizqeyl axtarırdı, tapa bilmədi. Həzrəti Xızır tapdı, işli və indiyənəcən də əlhəmdülillah keyf edir. Yəhudi dedi: "Düz söylədin. Allaha and olsun ki, Musanın imlası və Harunun xətti ilə belə yazılıb." İmam əleyhissalam buyurdu: "Yer üzündə bitən ilk ağacın zeytun olduğunu deyirsiniz. Sizcə hansı ağacdır?" Hardan biləsən? Lakin burada da yalan deyirsiniz. Çünki bitən ilk ağac Adəmin cənnətdən özü ilə gətirdiyi xurma ağacıdır. Xurma ağacı yeməyib ha, oradan çıxanda. Xurma ağacı gətirib, boş gəlməyib, boş gəlməyib. Allah canı salamat eləsin. Yəhudi dedi: "Düz buyurdun. Allaha and olsun ki, Musanın imlası və Harunun xətti ilə belə yazılıb. Digər 3 sualım budur. Bu ümmətin neçə hidayət imamı var?" İmam əleyhissalam buyurdu: "Ümmətin imamlarının sayı 12-dir.
Yahudi dedi, düz dedin, Allaha and olsun ki, Musanın imlası və Harunun xətti ilə belə yazılıb. Bəs Peyğəmbəriniz cənnətdə harada məskunlaşıb, sizin Peyğəmbər? İmam Əleyhisselam buyurdu, cənnətin ən ali və ən şərəfli dərəcəsi olan Ədin cənnətində. Yahudi dedi, düz söylədin, Allaha and olsun ki, Musanın imlası və Harunun xətti ilə belə yazılıb. Məskun olduğu dərəcədə yanında kim olacaq? İmam Əleyhisselam buyurdu, 12 imam. Yahudi dedi, düz dedin ki, də Musa'da falan belə yazılıb. 7-ci sualım, ondan sonra vəsisi neçə il yaşayacaq? İmam Əleyhisselam buyurdu, 30 il. 25 il xanənişin, Əleyhisselam oldu. 5 ildə öz hakimiyyəti, 30 il. 30 ildən sonra şəhid oldu da, Əleyhisselatü vəssalam. Onun vəsisi neçə il yaşayacaq? 30 il. Yahudi dedi ki, sonra nə olacaq? Vəfat edəcək, yoxsa qətlə yetiriləcək? İmam Əleyhisselam buyurdu, qətlə yetiriləcək, başından qılınc zərbəsi alacaq və saqqalı qana bulaşacaq. Özündən danışır ha. Yahudi dedi, düz dedin, Allaha and olsun ki, Musanın imlası və Harunun xətti ilə belə yazılıb. Və əşhədu ən la ilahə illallah, əşhədu ənə Muhammədən Rasulullah. Allahümmə səlli əla Muhamməd və əccil fərəcəhum. Bu cürlə şeylərə, möhtərəm əzizlər, bu cürlə məsələlərə imamın dəlili deyərlər. İmamətin dəlillərindəndir ki, bütün suallara cavab versin və bütün elmlərdən xəbərdar olsun. Eyni hadisələr İmam Rıza Əleyhisselatü Vəssalam üçün də olub və Həzrət o müdrik elmi ilə o sualların hamısını cavablandırıb və qarşı tərəfləri də matu məəttəl qoyub. Məhv olunasıları da ki, məhv edib, əlhəmdülillah. Demək, möhtərəm əzizlər, İmam Rıza Əleyhisselatü Vəssalamı ziyarət etmək barədə bir neçə hədis qulluğunuza ərz edirəm. Əhməd ibn Ziyad Həmədani mətndə qeyd olunan sənədlə Yasir xadimdən rəvayət edir. Əli ibn Musa Rıza Əleyhisselam buyurub, heç bir qəbri ziyarət etmək üçün yol əşyaları bağlamayın. Heç bir qəbri. Yəni, gedib o saatlarla adam əşya neş götürər özü üçün qəbri ziyarəti getmək. Demək, günlərlə qalacaq, orada dayanacaq, əla əyyihal, uzun məsafə falan. Təkcə biz Əhl-i Beytin qəbirlərini ziyarət etmək üçün istisnadır. Bəli, bilin ki, mən zəhərlə şəhid olacağam və dəfn yerim qürbətdə olacaq. Elə isə kim məni ziyarət etmək üçün səfər etsə, duası müstəcab, günahları isə bağışlanmış olacaq. Bu hədislərə ya inanmalıyıq, ya da deyək ki, biz çıxmışıq, inanmırıq bu şeylərə. Əli ibn Əhməd ibn Muhammed ibn Əddəqqandan belə nəql edilir. İmam Rıza Əleyhisselatü Vəssalam buyurdu, kim məni uzaq yoldan gəlib ziyarət etsə, qiyamət günü 3 yerdə onun yanında olacağam. İnsanlara əməl dəftəri sağ və sol tərəflərindən verildikdə, Sirat körpüsündə, mizan və tərəzidə. Allah bizi imamımızdan ayrı salmasın. Gözəl bir dənə hədis oxuyuram ziyarət edənlərə. Buyurur İmam Rıza Əleyhisselatü Vəssalam buyurur ki, hər bir imamın, baxız görün nə gözəl hədisdir, müjdə, muşduluq hədisdir. Hər bir imamın onu sevənləri üzərində bir əhdi və vəzifəsi vardır. O vəzifəyə tam bir şəkildə vəfa etmək, onların qəbirlərini tələb edildiyi kimi ziyarət etməklə olar. Onların qəbirlərini tələb edildiyi şəkildə ziyarət etmək. Burada başqa bir hədislər də vardı. Kərbəla təzə gəlmisən nömrədən. Buyurur ki, həcc bizsiz tamamlanmamalıdır. Yəni sən getdin, Kəbəni təvaf elədin, mütləq gəlib gərək bizi ziyarət eləyəsən. Sənin həccün tamamlanmayacaq ta ki, gəlib bizi ziyarət eləməyəsən. İndi əlhəmdülillah bu dəstə rəhbərləri də sözə qulaq asmırlar. Mən pula xatirdir nəyə görə? Gedin birinci Məkkənin ziyarətini, sonra gəlin Mədinənin ziyarətini, Əhl-i Beytlə qutarın, Peyğəmbərlə qutarın. Qulaq asmırlar. Hədis də bu deyir. Hədis də belədir. Birinci Məkkə ziyarət olunsun. Sonra gəlsin Mədinə ziyarət olunsun. İndi Mədinə alınmasın, dedək ki, Kərbəlayı falan. Allah qismət eləmişdi 2011-ci ildə. Biz getdik Nəcəfül Əşrəfə. Nəcəfül Əşrəfdən getdik Məkkəyə, üzrsə Mədinəyə. Səhv oldu da, qayda səhv oldu. Mədinəyə getdik 2011-ci ildə. İndi o vaxt gedənlər yəqin ki, hamı eyni gedib. Mədinəyə getdik, Mədinədən Məkkəyə. Qaydanda gəldik Kərbəlayı Məhəllanı ziyarət elədik. İmamla bitirdik. Həcc imamla tamamlansın. Qayda budur. Həccin tamamı, ikmalı gərək imamı ziyarət eləyəsin. İmamla bitsin. Heç vəcsindən alınmasa, heç olmasa özü tutasan o Mədinəyə, Peyğəmbərə və Bəqi qəbristanına salam verəsən. İndi imamın həddisinə baxaq. Buyurur, kim onları böyük bir istəklə ziyarət etsə, hamımız böyük bir istəklə ziyarət edir sonsuzda. Hamımızın əhdi bu cürdür. Onların istəklərini də qəbul etsə, imamlar qiyamət günü ona şəfaətçi
olacaq, şəfaətçi olacaqlar ona. İmam Rıza əleyhissalatu vəssalamı qəbul etdi. Burnumuzun ucu göynür. Allah problemlərdən qaldırsın. İnşallah ziyarəti nəsib olası eləsin və digər məsumların həmçinin ziyarətlərini Allah təbarək və təala nəsib eləsin. Bizim ifadəni elə kəndli deyirəm, ürəyimizin göbəyi orada kəsilib. Yəni həqiqət budur. Çünki bizim ürəyimiz yaranıb onların vücudlarının nurundan və ya palçığından və ya tinətindən. Ona görə İmam Sadiq əleyhissalatu vəssalam da Allaha dua eləyəndə deyir ki, bunlar hara getsələr bizi özləri ilə aparırlar. Hara getsələr biz onların ürəklərindəyik. Harda olsalar biz də onların yanındayıq. Bir salavat deyək Peyğəmbər cəmalına. Allahümmə salli ala Almanyalı bir müsəlman, bir şiyə, amma sınıq-salxaq şiyə. Sadəcə şiyə evində böyümüş, etiqadında imam məhəbbəti, imam anlayışı olan bir şiyə. Yoldaşı xərçəng olur. Özü də harada? Beynində xərçəng olur. Alizən be huzur, dahi təsəvvür elə xaricdədir özü, Almanya, Fransa, hara getsə əlacı yoxdur. Qızın atasına, anasına deyir ki, qız yoldaşı da, yoldaşın beynində xərçəng. Bunlar da xaricidirlər. Deyir, mən dedim ki, mənim məmləkətimdə bir həkim var. Belə məşhurdur ki, bunun yanına kim gəlsə şəfa tapıb gedib. Yəni, o həkimin sağaltmadığı xəstə yoxdur. Siz mənə icazə verin, mən aparım bu xanımı öz məmləkətimdə neyiniyim? Əlac eləyim. Bunlar deyirlər ki, kişi, bura Avropadır, Avropanın mərkəzidir. Burada bu cür nə qiymətli xəstəxanalar var, dünya şöhrətli həkimlər var. Sən deyirsən, mən aparım bunu öz məmləkətimdə sağaldacağım. Deyir, mən bunlara dedim ki, məgər sizin bir çarəniz varsa eləyin. Yoxdursa, mənə başqa yolum var mənim təklifimə qulaq asmaqdan ki, yolları qalmadı. Xərçəng. Biz bəlkə anlamırıq, başa düşmürük xərçəngin ağrısı necədir. Özdə beyində olar, bu necə bir şey olar. Gətirdim, deyir, axşam çağı çatdıq Məşhəd-i Müqəddəsə. Gəldik, oteldə yerləşdik. Ondan dedi ki, göstər, pəncərəni açdım, pərdəni üzrəsində çəkdim. Dedim ki, bax, həkim oradadır. Dedi, bəh, işıqlar yanır, indi gedək. Dedim, indi axı getmək olmaz, gərək bir çərşəb ola, filan ola. Dedi, sən Allah. Dedim, bu çox hörmətli adamdır. Onun yanına bu fasonda getmək olmaz. Gərək geyimimi dəyişəsən, falanı dəyişəsən. Dedi, elə gecə ilə tapkindən, digəri uzaqdan gəlmişik, bizi buraxar. Gecə olmasa da, gecə də olsa bizi buraxar. Elə bilir ki, xəstəxanadır. Ya, bu açmayacaqlar, bağlı qalacaq. İsrar, mən də israr. Ondan sonra aldım çərşabı, geyindirdim mantonu əvvəl əyrinə. Başına da çərşab. Rəvan olduq yola. Yola rəvan olduq, üz tutduq hərəm-i müqəddəsə. Ondan çata-çatda gördü ki, nə qədər adam girir, çıxır. Başladı ağlama. Dedi, bu mənə baxmaz. Bunun mənə baxmağa vaxtı çatmaz. Gör, nə qədər xəstəsi var bunun. Gör, nə qədər xəstə gəlməyəm. Bu, haradan mənə vaxt eləyəcək, mənim də dərdimə çarə olsun. Mən qayıtdım, dedim ki, narahat olma. O bilir, biz uzaqdan gəlmişik, xəbəri var. Ona görə bizi qəbul, yəni, o necə deyərlər, növbəsiz salacaq bizi qabağa, bizi sənə şəfa eləyəcək. Yaxınlaşa, gəldim bunu qadınlar tərəfindən ötürdüm. Bir yer və fulat deyərlər, o pəncərə olan tərəf. Qadınlar tərəfdə də var, kişilər tərəfdə də var. Onu göndərdim, dedim, get orada deyən, səni çağıracaqlar. Mən də gəldim, kişilər tərəfdə fulatdan yapışdım. Dedim, mən elə bir yerdən gəlmişəm, sənin adını verib gəlmişəm. Demişəm ki, mənim abrım da, həyam da, hamısı sənin adın olacaq, sən. Demişəm, sən sağaldacaqsan. Mən də qəribəm, sən də qəribsən. Sən burada qəribə vətənsən, mən orada qəribə vətənəm. Kim bu xanıma, mənim yoldaşıma şəfa ver ki, mən gedəndə sözüm olsun ki, görsünlər, həqiqətən də şəfa tapdı. Dedim, ağladım, göz yaşlarım tökdüm, sinəmə, üzümə, gözümə, əl qərəz. Neçə dəqiqələrdən sonra çıxdım bayıra. Çıxanda gördüm, xanım gəlir sağlam, sapa sağlam. Heç nəyi yoxdur. Qayıtdı mənə dedi ki, heç məni qoymadı növbəyə qalım. Heç növbəyə qoymadı. Adım da deyir, mənim adı yadımda deyir. Ay filan kəs, o ağa nə gözəl ağaymış. Nə nurani ağaymış, nə gözəl ağaymış. Nə cilvəli insan imiş, o qədər nur var üzündə. Ondan mən dedim ki, mənə şəfa elədi.
Məni sağaltdı. Mən elə başımı qaldırdım, düşüm ayaqlarından öpüm, gördüm yoxdur, harasa getdi. Onun yerini mənə göstər, gedək təşəkkür eləyə, əllərindən öpək, ayaqlarından öpək. Deyir, mən dedim ki, o dünyasını dəyişib, o da onun qəbridir. Qəbri şərifidir. Ondan gəldi, deyir, başını vurdu orada. Başını vurdu ki, aşıq olub da ilk görüşdən İmam əleyhissalatu vəssalama aşıq olub. Bu cür hallar, qəziyyələr həddindən artıq çox olub. İmam Rıza, o Rıza adı var ha. Bilirsiniz nə qədər mənası var. Hələ Rıza adlanmasının səbəbi var, falanı var. Amma bir xüsus lətif bir söz var orada. Rıza yəni narazı salmayan. Rıza yəni həmişə razı salan. Mən bütün Məşhəd-i Müqəddəsdə ziyarətdə olanların hamısından soruşsam, hamınız məndən beşbətər təsdiq edəcəksiniz ki, ora daxil olduqda xüsusi bir razılıq var, psix şadlıq var. Məsələn, Kərbəlayi Müəllada qəmi dərhal hiss edirsən, bu qəm oradadır. Əmirül-Müminin yanında deyirsən ki, ağsaqqalımın yanındayam, kimsə mənə bir şey bilməz. Həzrət Rıza əleyhissalamın qəbri şərifində bir xüsusi sevinç, şadlıq var ki, bir izah etmək də mümkün deyil. Salavat deyək Peyğəmbərə. Allahümme sallallahu 409 nömrəli maşın yol versin. Möhtərəm əzizlər, Allah bütün xəstələrə şəfa versin. Bir dənə hədislə kəlam bitdi. Axırıncı sözüm budur İmam Rıza əleyhissalamın tövsiyələrindən. Həzrət İmam Rıza əleyhissalam buyurur ki, 5 şey vardır ki, onları əldə etmək üçün miniyə minib səfərə çıxsanız belə, onlar kimisini tapa bilməzsiniz. Nə qədər gəzsəz, nə qədər axtarsaz, misluhunnə, onların mislini, oxşarını, ya gərək özünü tapasan, ya da ki, özünü tapasan. Oxşarı yoxdur. Nə qədər səfərə çıxarsınız, axtarasınız, axtarış edəsiniz, bunların özünün misli yoxdur. Gərək özünü tapasan. 1. Bəndənin günahından başqa heç bir şeydən qorxmaması. Siz Allah, sizi vicdanınız, sizi insafınız, cümləyə fikir verdin. Bəndənin günahından başqa heç nədən qorxmamağı. Yəni, yer üzündə insanın qorxacağı bir şey olmalıdır, o da günah. Bu xüsusiyyətə sahib olanın ən qiymətli şeyi var yəni. O ən qiymətli bir sərvətə sahibdir ki, günahından başqa heç nədən qorxmur. 2. Bəndənin Allah Taala'dan başqa heç bir kimsəyə ümid bağlamaması. Bilirsiniz nə boyda məqamdır ay möminlər? Allaha təvəkkül etmək, tam arxalanmaq Allaha ki, mənim Allahım var, mənim çarəsiz olan anım yoxdur. Tam ümid edir və Allahdan başqası da güvənmir. İnnəllaha ala kulli şeyin qadir. Allah hər şeyə qadirdir sözünə, tükü ilə, dırnağı ilə, ruhu ilə, canı ilə, qanı ilə inanır. Allah hər şeyə qadirdirə inanan nədən qorxar? Nədən çəkinər? Kimə başqasına bel bağlayar? Diqqət buyurursan, bu adam inanıb ki, Allah hər şeyə qadirdir. Mənim arxamda elə bir qüdrət dayanıb ki, o qüdrət hər qüdrətə qadirdir. Buna inana. 2. 3. Bəndənin ondan bilmədiyi bir şey soruşulduqda, bilmirəm deməkdən utanmamağı. Yəni, təkəbbürdən, kibirdən, ücübdən, riyadan təmiz olmağı. Bilmədiyi şey ondan soruşulduqda, bilmirəm sözünü rahat. Bilmirəm də deyir, elə deyirsən ki, sən durub döyəsən. Elə yox ha, rahatlıqla bilmirəmi deyə biləsən. Rahatlıqla. Bəzi adam var axı, məsələn, özünü Əllamə Salih birincisinə bilmədiyi sual verəndə də aləmi vurur bir-birinə. Bizdə bir nəfər var idi, Quranın bir dəfə tərcüməsini soruşduq, dedi, Quranı tərcümə eləmək günahdır. Tərcüməsini bilmir, demir ki, müəllimi də Misirdə məşğul olmuşdu. İndi də müasir ərəb dili ilə klassik ərəb ədəbiyyatı eynidir. Bir ayənin tərcüməsini soruşdu. Deyə bilmədi, bilmirəm, dedi, Quranı tərcümə eləmək günahdır. 4. Bəndənin bilmədiyi bir şeyi öyrənməkdən həya etməməsi, utanmaması. Ki, deyərlər bu bilmir. Soruşmayın bunu ki, deyərlər bu bilmir. Gör, nə boyda qiymətli şeylərə toxunub Həzrəti İmam. 5. Səbrin imanı olan nisbəti, başın bədəni olan nisbəti kimidir. Elə isə səbri olmayanın imanı olmaz. Ki, bu tövsiyələrə də inşallah Allah bizi əməl edənlərdən və çatanlardan qərar versin.